Dünyanın en uzun drift rekordunun BMW'ye məxsus olduğunu bilirdiniz. Bu rekordun sahibi Johann Schwartz'dır. O 2018. ildə dünyanın en uzun fasiləsiz driftini edərək BMW'nin adını Guinness Dünya Rekorları kitabına yazdırdı. BMW'nin performans üzrə sürüş təlimatçısı olan Johann, 2018-ci ildə 4,4 litrlik V8 cüt turbo mühərrikli və 600 at gücünə malik bu canavarı idarə edərək dayanmadan ümumilikdə 375 kilometr drift etdi. Təbii ki, bunu etmək heç də asan olmadı. M5 düz 8 saat ərzində fasiləsiz drift etdiyi üçün hərəkət halında ona yanacaq dolduruldu. Bunun üçün BMW'nin digər sürüş təlimatçısı Matt Mullins, yarış avtomobillərində istifadə olunan yanacaq doldurma sisteminə bənzər xüsusi bir mexanizmdən istifadə etdi. Yanacaq doldurmaq üçün hər iki avtomobil saatda təxminən 45 km sürətlə eyni anda drift edirdi. Komanda dəqiqədə 45 litr yanacaq dolduraraq sürüşkən və islanmış trasda heç bir qəza yaşamadan bu prosesi ümumilikdə 5 dəfə uğurla təkrarladı. Bəs sizcə bu rekordu başqa hansı avtomobil qura bilər? Fikirlərinizi şərhlərdə yazın.